Sonra, yəni ümumi imamət. Sonra Nisa surəsi 59-cu ayə. Nisa surəsi 59-cu ayə kimi məsələni daha da məlum eləyir. Ki, ey iman getirənlər, Allaha itaət edin, Peyğəmbərə itaət edin və əmr sahiblərinə itaət edin. İndi bu ki, Əhl-i Beytə aid yoxsa, bu ayrı bir bəhs, inşallah gələcək. Bu bəhsə inşallah gələcək. Amma söhbət burada ümumi imamətdən söhbət gedir. Bu ayənin təfsirinə bir dənə baxaq. Bu ayənin təfsirinə baxanda, məsələn, Fəxr Razi. Fəxr Razi həmin bu ayə haqqında gəlir 10-cu cilddə, 112-ci səhifədə. Gəlir, deyir ki, İ'ləm ənəhu Teala ləmmə əmərər ruat vəl-vulat bil-adil fir-rəiyyə. Elə ki, Allah Teala bu ruata, yəni həmin bu idarə eləyənlərə, imamət də nə idi? Riayətun ammə, ümumi bir riayət idi. Həmin bu riayət əhlinə və vilayət əhlinə ədalətli olmağa əmr elədi, öz rəiyyəti ilə. Əmərər rəiyyə, rəiyyətə də əmr elədi ki, bita'atul vulat, bu vəlilərə itaət eləsin. Demək, bu ayə kimin haqqındadır? Riayət haqqındadır. Bu şəxs indi durub deyə bilər ki, nəzür ki, gəlir, indi o bəhslər gələcək ki, axı bu Peyğəmbərin dövründə gəlir, Peyğəmbərin dövründə olan Peyğəmbərin əmirlərinə və s. yəni həmin təyin elədiyi əmirlərə və s. aiddir. Aid olsun, imamət aiddir, yoxsa imamət də riayətdir. İmamət də riayətdir. Sadəcə riayətdən riayətə fərq var. Riayətun ammə vardır, riayətun xassa vardır. Hətta ona görə demişdir, riayətun amməni ona görə deyiblər ki, ümumi riayət, axı Peyğəmbər öz dövründə bəzi əmirlər təyin eləyirdi. Düzdür, laf tutam sən ona aid eləyirsən, qoy qırağa, aid elə. Amma riayəti ammə ki var, ümumi riayətə də aid idi, yoxsa yox, ümumi riayətə də aid idi. Və ona görə də sonradan hətta məsələ-tü salihədə gəlir, deyir ki, Fəxr Razi, İ'ləm ənə qovləhu və ulul əmr minkum yədullu indənə alə ənə icma'ul ümmə hüccə. Düzdür, Fəxr Razi getirir, deyir ki, maraqlısı budur. Fəxr Razi sonra hətta bu ayədən, yəni biz ki, deyirik ki, və ulul ətiyullah, Allaha itaət elə, Peyğəmbərə itaət elə və əmr sahiblərinə itaət elə. Biz deyirik ki, buradakı mütləq şəkildə əmr sahiblərinə itaət elə əmri gəlib. Bu mütləq şəkildə əmr sahiblərinə itaət eləmək, bunu göstərir ki, bu məsumdur. Biz onu deyirik. İndi dəlillər və s. gələcək. Fəxr Razi bu miqdarını qəbul edir. Fəxr Razi deyir ki, yəni, amma Fəxr Razi bu miqdarını qəbul edir ki, bu ayə bunu göstərir ki, mütləq itaətdir və demək məsum olmalıdır. Deyir, sadəcə məsum da tanımaq olmur və s. Ona görə demək icma hüccətdir. İndi bu tanımaq olmur və s. Bu onun problemidir, onun işimiz yoxdur. Amma əsl məsələ deyir ki, və dəlil alə zalik. Niyə bu icmanın hüccət olduğunu bildirir? Deyim, ona dəlil budur ki, Allah Teala əmərə bi taati ulil əmr alə səbilil cəzm fi hadihil ayə. Bu ayədə cəzm yolu ilə mütləq şəkildə deyib, yəni qəti şəkildə deyib ki, itaət eləməlisən. Çünki məsələ budur ki, bu ayədə bunu birləşdirib Allaha, Peyğəmbərə, Allaha itaət edin, Peyğəmbərə itaət edin və ulil əmrə itaət edin. Allaha, Peyğəmbərə və ulil əmrə. Yəni, nə cür Allaha itaət edirsən, nə cür Peyğəmbərə itaət edirsən, o cür nə itaət eləməlisən. Deyir ki, bunu bu cür nə deyir? Mən demirəm, amma bunu Fəxr Razi deyir. Yəni, Əhl-i alimi və Əşəri alimidir. Deyir ki, elə ki, bunu deyir. Və mən əmərəllahu bi taatihi alə səbilil cəzm vəl-qətə. Hər kimi ki, Allah Teala bu qəti şəkildə əmr eləsə ki, bu cür nə qəti şəkildə əmr eləsə ki, ona itaət elə, ona görə bu qəti şəkildə niyə deyir? Sən demək ki, hə, yox, burada ümumidir, buna xüsus gəlir və s. deyir. Xüsus və s. qəti şəkildə olmayan yerlərə aid olacaq. Amma qəti şəkildə gəlirsə, bu qətiyə demək, təxsis gələ bilmir. Ona deyirlər ki, hadəl umum abiyyətun anit təxsis. Yoxsa am abin anit təxsis. Yəni, təxsisdən abid boyun qaçır, təxsis ola bilmir. Niyə? Çünki qəti şəkildə deyib burada. İndi işim yoxdur, bəhslər ki, inşallah bu müəllif getirib orada daha da geniş cavab verəm. Amma Fəxr Razinin sözünü oxuyun. Fəxr Razi deyir ki, elə ki, bu cəzmdən qəti şəkildə deyib, labudda və yəkunu mə'subən anil xəta. Demək, xəta olmamalıdır. Niyə? Çünki mütləq şəkildə itaət eləməliyəm. Bu xəta eləsə, necə xətada da itaət eləmək necə olur? Həm xəta eləməməliyəm, həm də xətada itaət eləməliyəm. Bu da ziddiyyət təşkil edir. İz ləv ləm yəkun mə'sumən anil xəta, kana bi təqdiri iqdami aləl xətər yəkunu qad əmərəllah bi mutabiatihi. Deyir, çünki əgər birdən məsum olmasaydı xətadan, yəni xəta eləyə bilsəydi, o zaman belə çıxır ki, bu xəta elədiyi yerdə Allah Teala mənə əmr edir ki, onun xətasına tabi olun. Fəyəkunu zalikə əmrən bi fəili zalikəl xəta vəl xəta likəvnül xəta mənhuna. Bu da elə bil ki, Allah Teala mənə əmr edir ki, o xətanı yerinə yetir. Halbuki Allah Teala o xətadan məni çəkindirib həm də. Və hada yufdi ilə ictima'il əmr və nəhi fil fəilil vahid, bilə etibaril vahid. Bu da bir başqa bir problem çıxar. Ağıl deyir ki, bir yerdə, bir cəhətdən bir şeyə həm əmr, həm də qadağan ola bilməz. Allah Teala bir şeyə həm elə, həm eləmə deyə bilməz. Və ona görə də bu
Mümkün deyil Allah Taala belə bir əmr eləsin. Və ennehu muhalun, bu da muhaldır, qeyri-mümkündür. Fəsəbətə, burada məlum o ki, ennallahu Teala əmrə bi taati ulil əmr alə səbil cəzm. Allah Taala ulil əmrə cəzmi şəkildə itaəti vacib edib. Və səbətə ennə kullə mən əmərəllah bi taati alə səbil cəzm vəcəbə ən yəkunu məhsuban anil xəta. Və bu da bildirir ki, Allah Taala hər kimin ki qəti şəkildə ona itaətə əmr eləyib, o xətadan məsum olmalıdır. Fəsəbətə qətən və qətən sabit olur ki, ennə ulil əmril məzkur fi hadihil ayə labuddə mən yəkuna məsuma. Bu da onu bildirir ki, bu ayədəki ulil əmr nə olmalıdır? Məsum olmalıdır. Bura qədərini qəbul edir. Bura qədər bizi eyni fikirdədir. Biz onu deyirik, Quran-ı Kərimdə mövcuddur. Hətta məsum olmağının şərti ya. Düzdür, birazdan gələcəm ki, mənə burada məsumluğu isbat eləməyə ehtiyac yoxdur hal-hazırki məqamda. Çünki məsumluq əlavə bir dənə şərtdir imamətdə. Ona əqillə də, ağılla da mən isbat eləyirəm. Sadəcə demək istəyirəm ki, yəni bu miqdarını belə Fəxri-Razi qəbul edir ki, bu ayədə mövcuddur. Amma sonra nə deyirsən, mən nəqul sonra deyirik ki, talikəl məsum imma məcmu'ul ümmə o bə'dul ümmə. Ya bütün ümmətdir, ya da bəzi ümmətdir. La caiz ən yəkunu bə'dul ümmə. Bəzi ümmət ola bilməz, ümmətdən kimsə ola bilməz, birisi ola bilməz. Niyə? Lə'ənnə bəyyənə ənəllaha Teala avcəbə taatı ulul əmri fi hadihil ayə qətən. Çünki bəyan elədi ki, Allah Teala deyib ki, qəti surətdə buna itaat eləmək vacibdir. Bunların da qəti şəkildə buna itaat etmək vacibdirsə, məşruutun bi qovna arifinə bihim. Gəlib biz onları tanıyaydı, qadirin aləl vəsul iləyhim və istifadə minhum. Gəlib onları çatmağa da qüdrətimiz olaydı. Və nəhnu na'lem bi darura ənna fi zamanina hada acizun an ma'rifətil imamul məsum. Biz də bilirik ki, zərurətən bilirik ki, bu dövrdə məsum imamı tanıya bilmərik. Acizun anil vəsul iləyhim. Onları gəlib çata bilmərik. Acizun an istifadətid din və ilm minhum. Onlardan din və elm öyrənə bilmərik. وإذا كان الأمر كذلك علمنا أن المعصوم الذي أمر الله المؤمنين بطاعته ليس بعضا من أبعاد الأمة ولا طائفة من طوائفهم ولما بطل هذا وجب أن يكون ذلك المعصوم الذي هو المراد بقوله وأولو الأمر أهل الحل والعقد من الأمة وذلك يوجب القطع بأن إجماع الأمة حجة. Tanıya bilmirik deyə bu onu göstərdi. Demək bəzisi ola bilməz. Demək nə olmalıdır? Əhlül həll və əqd olmalıdır. Ümmətin icması höccət oldu. Birinci deyirik ki, artıq onun səhvidir. Sən tanıya bilmirsən, sənin problemindir. Göz problemi həll elə. Mən tanıyıram. Nə qədər hədislər var peyğəmbərdən, əhl-beytindən. Nə qədər hədislər var ki, bunlar bizim üçün bəyan edir ki, məsum olanlar kimdir? Və burada hətta Şeyx Müfidin və digərlər getirdi, o əqli dəlil gətirə bilər. O da nədir? Əgər madam ki, bu miqdar bildirir ki, məsum olmalı idi imam, yəni ulul əmr məsum olmalı idi. Demək bu bunu göstərir ki, ümmətdə demək bu məsum var. Hə, məsumluq da baxırıq ki, Əli, Həsən, Hüseyn və Hüseynin 9 övladından başqası üçün ümumiyyətlə iddia olunmayıb. Demək digərləri məsumdur. Bunlar üçün ən azından bu iddia vardır. O əqli yolla ki, neçə dənə yerə bölürdüm. Bunların hamısı batıl çıxandan sonra demək yol bu idi. Bunlar idi həmin məsum. Bu yolla da isbat edirəm, qurtardı getdi. Yəni bu ki, tanıya bilmir və sonra ona görə icmaya aparır, bu artıq bunun öz problemidir. Halbuki ayəni açıq-aşkar oxuyanda özü də başa düşür ki, bu ayədən bunu göstərir ki, bu ulul əmr nə olmalıdır? Məsum olmalıydı. Bu Fəxri-Razidir. Fəxri-Razi onu başa düşür. Amma hər bir halda burasını qoyuram qırağa, yenədən bu bəhslər inşallah gələcək. Bunu göstərir ki, hətta imamətin məsum şərti belə Quranda mövcuddur. İmamətin təyini belə Quranda mövcuddur ki, Allah tərəfindən təyin olunan zülkü bundan əvvəlki ayələr. Amma bunları qoysa bir qırağa, sən bilirsən ki, ümumi imamət Quranda yoxdur. Mən ümumi imamətə həmin o ayəni getirdim ki, hər bir insanı öz imamı ilə çağıracaq və dedim ki, Azərbaycanca belə tərcümə edənlər öz başçısı getirib, sonra əhl-i sünnədən olan bir növ deyək ki, tərcümə bir başqa bir tərcüməsi burada demək getirirdi ki, o gün bütün insanları rəhbərləri ilə birlikdə çağıracaq. Rəhbərləri ilə birlikdə çağıracaq, rəhbər sözünü, yəni imam sözünü getirirdi, həmin o cür nə tərcümə eləmiş olurdu. O nəyi göstərir? Bu onu göstərir ki, demək, bu belə anlayıb ki, burada nə olmalıdır? Yəni, mənası nədir? Bundan sonra, yəni, neçə cür, əgər istəsiniz, müxtəlif tərcümələrə də müraciət eləyə bilərsiniz. Həmin bu tərcümələr, həmin bu ayə haqqında mən sadəcə bugün yadımdan çıxıb bunlar və digər tərcümələri də getirim tapım. Amma yəni istədiyiniz tərcüməyə də burada müraciət eləyə bilərsiniz. Məsələn, Rusca tərcüməsi də həmin bu mənanı verəcək. Məsələn, Ruscada özü deyir ki, həmin bu şeydə tərcümə olaraq götürür ki, mən burada yəni onları hər birini öz başçılarına deyək ki, çağıracaq və digər dilləri də gəlmə olacaqsa, gözəsə eynidir. Demək, bu ümumi imamət Quran-ı Kərimdə mövcuddur.
Amma bu ikinci ayə ki var ki, Allaha itaət edin, Peyğəmbərə itaət edin və sizlərdən olan əmr sahiblərinə itaət edin. Bu da yenə də ümumi imamət mənasında idi. Yəni dediyim kimi, hələ şərtlər nədir, məsum olmalı yoxsa bunları qoy qırağa. Amma ümumən o imamət ki var, Peyğəmbərin yerində otursun, naib olsun və din və dünya işlərində riayət aməsi olsun, ümumi riayət olsun. Fəxr razı buna həmin o ruata aid elədi. Ruat yəni həmin o riayət eləyənlərə, həmin o başçılardan biri həmin bu imamdır. Və ya Əbul-Fəth Şəhristani. Əbul-Fəth Şəhristani ki, bu Milal və Nihəlin sahibidir. Bunun bir kitabı mövcuddur. Nihayətül İqdam fi ilmil kəlam. Həmin bir kitabda və qavluhum innəllaha təbarək təala əmərana bi taati ulil əmr və mutabiətis sadiqin qulna hada musallama. Şiələrin dəlillərini getirir. Deyir ki, şiələr deyirlər ki, Allah Teala bizə Qurani Kərimdə iki dənə əmr eləyib. Hansı əmrlərdir? Bir budur ki, Əti'ullah və əti'ur rasul və ulul əmri minkum. Ulul əmrə itaət edin. Və həmçinin digər bir ayədə isə nə deyib? Burada işarə ilə Tövbə surəsi 119-cu ayədə. Ya eyyuhellezina amenuttaqullah və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, təqvalı olun və doğru olanlarla birgə olun. Şiə alimləri bunu getirir ki, baxın, məhsumluğu bildirir. İndi nə cür hansı şərtlə və s. deyir, bu sadiqdirsə hər bir zamanda sadiq olmalı, doğru olmalıdır və s. Mən daim doğru olanlarla birgə olmalıyım. Əgər bu səhv eləyə bilirsə, xəta eləyə bilirsə, həmin anda doğru olan olmadı ki, doğru olan olmalı. Mən oyun olmalıyımsa, bu da doğrudursa, hər bir anda oyun olmalıydımsa, demək, əmr eləyibsə Allah Teala ki, oynan olum, demək, bu xəta eləyə bilmə. Xəta eləsəydi, mən oynan olmuş olsaydım, o xəta eləyəndə də oynan olmalıydım. Mütləq deyib Allah Teala. O zaman demək, eyni məsələ gəlir də. Demək, Allah Teala mənə əmr eləyib ki, xətanı yerinə yetir, halbuki bir tərəfdən də xətanı mənə qadağan eləyib. Hər bir halda bu iki dənə ayəni bu cürünə təfsir ediblər. Deyir ki, bunlar ki, deyiblər ki, Allah Teala əmr eləyib ki, ulul əmrə itaət edin və sadiqlərə tabe olun. Yəni, konu mə'as sadiqində ki, deyir, qulna, biz deyirik, hada musallamun fi fucubi ta'atil imam aləl-itlaq. Deyir, bəli, müsəlləmdir. Yəni, tam hamılıqla biz qəbul edirik, hamı onu qəbul edir ki, bu ayələr nəyə bildirirdi? İmama mütləq şəkildə nə eləməsən? İtaət eləməlisən. Demək, bu iki dənə ayə Şəhristani deyir ki, mütləq şəkildə bunu bildirir ki, Qurani Kərimdə ki, imama itaət eləməlisən. Düz deyir. Deyir, lakin əl-kəlam innəmə vəqə fit-təyin əhuvə mütəəyyənu bitəyin şarə nəsən av yetəəyyən bitəyin əhlil icma. Deyir, sadəcə ixtilaf bundadır ki, görəsən bu icma onu təyin eləməli idi. Yoxsa, məsələn, deyir ki, şəriətdəki olan nəslə olmalı idi. Yəni, Allahın təyini olmalı. Deyir, ixtilaf buradadır. Dediyim kimi, bu ixtilafı, bu artıq imam nəcür seçilməyə aiddir. Amma sən demirsən, ümumi imamət yoxdur Qurani Kərimdə. Ümumi imamət ki, sən də deyirsən, mən də deyirəm, eyni mənanı deyir, eyni təfsiri deyir, əvvəldə eyni məna getirdi. Sən getirməyə, sən Peyğəmbərdən üstün bilirsən, məsələ bu imamətdə şərt deyildi mənə görə. Bu əlavə bir xüsusiyyətə də deyirəm, bəli, bəzi dəlillərdən bu sabit olur. Amma bu şərt deyildi ki, Peyğəmbərdən heç üstün olmayaydı. Bütün Peyğəmbərlər imamlardan üstün olaydı. Heç nə dəyişməyəcəkdi bizim əqidəmizdə. Yəni, üsul-i-din və s. o içində olan o imamət ki vardı, o imamətə tərif verəndə sənin alimlərinə, bizim alimlərimiz eyni məna imamət deyirlər. Nəzər ki, əvvəldə də oxumuşum. Ona görə əvvəldə onun üzərində dayanırdım və deyirdim ki, sonraki bəslərdə bu bizə lazım olacaq. Və imamət-i ammə deyiləndə ki, deyib nə imamət ümumi şəkildə, nə xüsusi şəkildə Quranda yoxdur. Xüsusidən məqsəd budur ki, Əlinin imaməti, Həsənin imaməti, Hüseynin imaməti və s. bu yoxdur Qurani Kərimdə. Bunu demək istəyir. Amma bir də nə var? Ümumi imamətsə budur ki, ümumiyyətlə Əli, Həsən, Hüseyn, Əbu Bəkir, Ömər və s. bunlardan söhbət getmir. Söhbət ümumən imamətdən gedir. Ümumən imamət Şəhristani deyir ki, bu iki ayə bəli müsəlləmdir, hamı tərəfindən qəbul olunur ki, bunu bildirir ki, bəli imama itaət mütləqdir. Həm iki dənə ayə bildirdi. Həm Nisa surəsi 59-cu ayə, həm də Tövbə surəsi 119-cu ayə. Demək, ümumi imamət ki var idi. Mənim də hələ bizim alimlərimiz arasında bir ixtilaf bu da var. Deyirsən, üsul-i-din hansıdır? Yəni üsuldur. Ümumi imamətdir, yoxsa xüsusi imamətdir və s. Onsuz da xüsusi imamət də ümumi imamətdə tabidir. Və sən də demişdiniz ki, əsli Quranda olmalıydı. Əsli də Quranda. Ümumi imamət Quranda. Halbuki gələcəm ki, xüsusi imamət də Quranda mövcuddur. O ayrı. Gələcəm ona. Amma hələ ki, ümumi imamətdir. Sonra Əbul-Fəth Şəhristani bunu deyirdi.